Sualın şərtində deyilir ki, eksotermik və endotermik reaksiyaları göstər. Biz qeyd etmişdik ki, bütün birləşmə reaksiyaları necədir onlar? Eksotermikdir. Bütün parçalanma reaksiyaları necədir? Endotermikdir və istisna halları çıxmaq şərti ilə. Yaxşı, bu reaksiya parçalanma reaksiyasıdır. Parçalanma reaksiyasıdırsa, istilik ayrılacaq, yoxsa istilik yoxulacaq? Aferin. Yəni, burada yazacağım minus 2. Birləşmə reaksiyası həm də yanma reaksiyasıdır. Nə yazacağım qabağında Məhəmməd? Bəli, istilik ayrılır. Plus 2 yazacağım. Parçalanma reaksiyasında nə baş verir? İstilik yenə də udulur. Bəli, istilik burada udulur. Birləşmə reaksiyasıdır. İstilik yenə də ayrılır. Birləşmə reaksiyasıdır. Yenə də burada istilik ayrılır. Amma bu reaksiya qeyd etmişdik ki, istisna haldır. Birləşmə reaksiyası olsa da bu reaksiya istisna haldır və bu zaman istilik udulur. Ona görə eksotermik reaksiyalara gedəcək 2, 4, 5, endotermik reaksiyalara isə gedəcək 1, 3 və 6.